Salam qızlar. Sabah inşallah breakfast bilirsiniz çırtlayıram İngilizce. Səhər yeməyinə dəvətliyik inşallah. Ora gedəcəyik. Ona görə belə bir kombin hazırladım özümə. Dedim sizinlə də paylaşım. Amma xoşuma gəldi ha. İşdən yeni gəldim. 28-ə dərslərim vardı. Birazdan yenə dərsə keçəcəm. Onlayn dərsim var. Ona görə tələm-tələsik nə belə içmə sindisə hazırladım. Məncə çox qəşəng oldu. Belə bir aksesuarım vardı. Uzun zamandır yəni istifadə eləmirdim. Qəşəng. Çanta da bu. Bajınız göstərsin belə bir şey. Belə də bir çizmə tarzı ayaqqabı. İndi mən çox adlarını falan çox bilmirəm, bilirsiniz. Çox ilgim yoxdur elə şeylərin adını əzbərləməyə. Amma məncə çox qəşəng oldu. Çox da gözəl. Sabah inşallah belə geyinəcəm. Öptüm, sevirəm sizi.